شهریار bir daha bir güzel bir şehrinde deyip ki دلم آغوش میخواهد نمیدانم شایدم آبگوشت میخواهد duraq gedək bir daha bir gözəl yerdə bir daha bir xasa bir abquşyaq sizə də mərif eləyim. Demək olar Təbrizdə bir dənə bir qədimi tərin abquş səraların birindəyik ki, burada abquşları yap belə münsifana qiymətinə təş nəfərə verirlər 175 minə, do nəfərə də verirlər 250 min tümünə ki, ətləri də qoyun əti mahicənə. Azanın xidmətindəyik, bir daha bir nəzərdən soruşaq ki, neçə ildir bu işdədir, bu tuşağa nə cüzü qoşmusunuz? Bismillahirrahmanirrahim. Bizim qeynata Sofiyanında qəssab idi. Bəli. Hududan 55 il ödə qəssabçılıq eləyibdi. Nəvəsi gəlib burada iftidah eləyibdi. Qol deyirlər, abquşlara qoyub ki, əlhəmdülillah. Çox gözəl. Bura demək olar vaqəən qədimi tərin, o təm qədimi abquşdu ki, hər kəs istəsə eləyə bilər burada bir daha abquşdu yemaqla təmin bilər. Özünə qurbanam yar, sözünə qurbanam yar. Qadanı mən alım gəl gəl, başına dolanım tez gəl. Qadanı mən alım. Bizim burada abquşdan sonra zereş pilo, sabz qovurma, kubidə, cücədə varımızdır. Amma bizim adresimiz Risalətdə bir dənə park var. Parkın dalısında Xətibin o qədim yolu var. Kuye vilayət, 18 metri vilayət deyirlər. Orada abquş səra, elə bir dənə abquş səra var. Gəldiniz elə orada parkda tablosunu da görəcəksiniz.